Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə DIM test toplusundan duyğu orqanlarımız və analizatorlar mövzusunun izahını paylaşacağım. Başlayaq birinci səhvədən, birinci suallardan. Biraz burada əzbərə dayanan suallardır ki, bunları yazmaq üçün nəzəriyyəniz yaxşı olmalıdır. Birinci sualda soruşur, insanın göz almasında görmə sinirinin çıxdığı hissə necə adlanır? Görmə siniri reseptorlardan başlanğıc götürməlidir, elə deyilmi? Reseptor oyanmalıdır, sonra görmə siniri başlanğıc götürməlidir. Gözümüzdə reseptorlar yerləşir torluq qişada. Görmə siniri də buradan başlanğıc götürür. Burada var sarı ləkə, bir də var kor ləkə. Sarı ləkə kolbacıqların çox olduğu hissədir. Kor ləkədə isə çöpcük və kolbacıq, yəni görmə reseptorları olmur. Burada görmə siniri başlanğıc götürür. İnsanda orta qulaq boşluğunu dolduran, orta qulaq boşluğunun həcmi 1 sm kubdur. Hava doldurur buranı. İnsanda gözün köməkçi aparatına aid deyildir. Kirpiklər köməkçi aparatdır, hansı ki gözümüzü qoruyur. Yəni gözümüzün biri var köməkçi aparatı, hansı ki gözümüzü qoruyur, belə deyək. Biri də var görməyə xidmət edən hissəsi. Deməli, baxın, qaşlar, göz yaşı vəzləri, göz qapaqları, hansı ki gözü məsələn tozdan, alından gələn tərdən, qurumaqdan və s. qoruyurlar. Göz alması isə köməkçi aparata aid deyil. Ümumiyyətlə biz gözün quruluşunu iki yerə ayırırıq. Göz alması və köməkçi aparat. Reseptor və böyük yarımkürələr qabığının müvafiq nahiyəsi arasında yerləşən bu birbaşa analizatordan söhbət gedir burada. Analizator deməli 3 əsas hissədən ibarətdir. Birinci periferik hissə adlanır reseptor. Böyük yarımkürələr qabığının müvafiq nahiyəsi, yəni mərkəzi hissə 3-dür. Reseptor və yarımkürələr qabığı arasında isə nəql edici hissə, yəni sinir, hissi sinir lifi olur, belə deyək də. İndi baxın bura. Ara neyron deyil, ümumiyyətlə ara neyron mərkəzi sinir sistemindən kənara çıxmır. Hər iki orqan, hər iki neyron xarici qulaq keçəcəyi yanlışdır. Duyğu yoludur, hissi yol, hissi sinir lifi. Bir neçə tipdə cavab görə bilərsiniz və yaxud nəql edici hissə. 5-ə baxırıq. Analizatorun hansı hissəsinin zədələnməsi uyğun qıcıqların qəbulu və analiz etmə qabiliyyətinin itməsinə səbəb olur? Analizatorun 3 hissəsindən hər hansısa birinin zədələnməsi müəyyən qıcıqların qəbul və analiz etmək qabiliyyətinin itməsinə səbəb olur. İstər bu reseptor olsun, istər hissi yol olsun, istər mərkəzi hissə. İnsanda bəbək gözün hansı hissəsində yerləşir? Gözünüzə güzgüdə baxın, bunu bir dəfəlik yadda saxlamaq üçün görürsünüz ki, rəngdir gözümüzün rəngi. Orta hissəsində də bəbəyimiz yerləşir də. Həmin o rəngli olan göz qişamız adlanır güzehli qişa, hansı ki burada pigmentlər mövcuddur. Cavab olacaq burada D variantı. 6-da D. Gözün köməkçi aparatına aiddir, yenə göz qapaqları. 8-ə baxaq. İnsanda işıq şüaları gözün hansı strukturu tərəfindən bilavasitə fokuslaşdırılır? Mən həmişə deyirəm ki, bax bu gözün daxil olduğu hissədən torluq qişaya qədər hər bir strukturun funksiyasını əzbərləmək lazımdır. Baxın, buynuz qişadan demirikmi işıq şüası daxil olur. Buynuz qişa işığın daxil olduğu hissədir, sanki gözün qapısı. Sonra burada var bəbək, hansı ki bəbəkdə işıq şüalarının miqdarı tənzimlənir. Məsələn, gür işıqdırsa göz bəbəyimiz daralır, zəif işıqdırsa genəlir. Sonra bəbək işıq şüalarını fokuslaşdıran hissədir. Şüşəyə bənzər cisimdə sınır və torluq qişada xəyalı alınmış olur tərsinə şəkildə. İndi baxaq, fokuslaşdırılır deyirsə burada büllurdan söhbət gedir. Buynuz qişadan daxil oldu, bəbəkdə miqdarı tənzimləndi, büllur fokuslaşdırıldı, şüşəyə bənzər cisimdə sındı və torluq qişada artıq bu işıq çevrilir sinirə. 9-a baxaq. İşıq şüaları, baxın, indi dediyimizdə soruşur. Gözün hansı qişasında sinir impulslarına çevrilir? İşıq şüası gəlib reseptoru oyandırmalıdır ki, sinir impulsuna çevrilsin. Reseptorları da bunu torluq qişada yerləşir.
Otolitlər insan orqanizmində yerləşir. Otolitlər bizim müvazinət orqanımıza aid bir hissədir. Yerləşir qulağımızda, daxili qulağımızda oval və dairəvi kisəciklərdə. Xırda daşçıqlardır, belə yadınızda saxlayın. Kisədir, içində də daşlar xırda, oval və dairəvi kisəciklərdə yerləşirlər. Hansı ki, biz məsələn gəmidə olanda, maşınla yol gedəndə məsələn bəzilərimizin ürəyi bulanır. Nə səbəbdən? Bu daşlar yerini tərpədir və müvazinət orqanımızı oyadır, belə deyək. Və həmin müvazinət reseptorları müvazinət mərkəzinə impuls göndərir və beləliklə də baxın, otolitləri yenə soruşur burada. Oval dairəvi kisəciklər, onlar da yerləşirlər daxili qulaqda. Yarım dairəvi kanallar və kisəciklər, bunlar müvazinət orqanımıza aiddir. Eşitmə hissiyatı ilə əlaqədar deyil oval və dairəvi kisəciklər, müvazinət aparatımıza aiddir. Sadəcə qulağımızın içində yerləşir. Göz almasının qanla təchiz olunması gözün hansı qişasının funksiyasına daxildir? Məntiqlə belə tapılacaq bir cavabdır ki, damarlı qişa gözün damarlarla təchiz olun, qanla təchiz olunması təmin edəcəkdir. 15-ə baxırıq, görmə analizatorunun duyğu yolu necə adlanır? Duyğu yolu analizatorun ikinci hissəsidir. Sinir olmalıdır. Burada görmək siniri. Əsasən dilin yanlarında yerləşən dad reseptorları, o dilin şəklini əzbərləyirik, hansı ki, üzərində hansında belə deyək də, əslində bütövlükdə həmin o hissiyatı qəbul edirik, amma daha çox olmaq məsələsi var da, məsələn, uc hissəsində şirin deyə, arxasında acıdır, yəni dilimizin kökündə acıdır, yanlarında turşdur, ucu və yanında isə duzdur, uc yan hissələrində. İndi burada cavab olacaq turş və duzluluq. Turş və duzluluq. Çünki bax, tam yanlarında turşdur, ön yanlarında isə duzludur. Ən ön tərəfində, uc hissəsində şirindir, arxasında kök hissəsində isə acıdır. Hansı görmə orqanının xəstəliyidir? Konjunktivit infeksion göz xəstəliyidir. Gözün, yəni iltihablaşması. Sonra keçək toyuq korluğuna. Gözün hansı strukturunun fəaliyyətinin pozulması toyuq korluğuna səbəb ola bilər? Bu, gözümüzdəki reseptorların, çöpçüklərin funksiyası ilə əlaqədardır. A vitamini çatışmazlığından baş verir. Baxın, 18 və 19 bir-biri ilə əlaqəli sualdır. Burada yazıram çöpçüklər, burada yazıram kolbacıqlar. Çöpçüklər bizim işıqlı görməyimizə səbəb olan reseptorlardır. Yəni, qaranlıqda görməyimizin səbəbi çöpçüklərimizdir. Kolbacıqlar isə bizim rəngli görməyimizi təmin edir. Hər yeri necə? Rəngli və işıqlı görürük. Çöpçüklər işıqlı görməyimizi, kolbacıqlar da rəngli görməyimizi təmin edir. Çöpçüklərin funksiyası pozulduqda insan qaranlıqda görmür. Buna deyirik toyuq korluğu. Və bayaq dediyim kimi gündüz yaxşı görürlər, gecə isə görmə pozulur. Qaranlıqda ümumiyyətlə görmürlər. Rəng korluğu isə baxın aşağıda soruşub, bu irsi xəstəlikdir. Qırmızı və yaşıl rəngi seçə bilməməkdir bu xəstəliyin əlaməti. Çöpçüklərin və kolbacıqların fəaliyyətinin pozulması ilə baş verirlər. 20-ci suala baxırıq. Eşitmə analizatorunun mərkəzi hissəsi beyin yarımkürələri qabığının hansı payında yerləşir? Görmə analizatorunun mərkəzi hissəsi harda yerləşir? Eşitmə gicgahdadır, görmə ənsədədir. 20-də C, 21-də də həmçinin C variantı. Gözün quruluş elementlərindəndir və bəbəyin arxasında yerləşir. Bulanması katarakt xəstəliyinə səbəb olur. Burada söhbət büllurdan gedir. Büllur quruluşuna da mən deyirəm ki, həmişə baxın göz yaddaşı ilə mütləq yadda saxlamaq lazımdır. Və yerləşir gözün bəbəyin tam arxasında. Büllurun bulanması həmçinin katarakt xəstəliyinə səbəb olur. Buna mirvari suyu da deyirlər. Göz özü mirvariyə oxşuyur. Getdik, buna da yazaq. Büllur insan üçün doğru deyil.
Orta qulaq eşitmə borusu vasitəsilə burun udlaqla əlaqə saxlayır. Tamamilə doğrudur. Eşitmə borusu bizim qulağımızla burun udlağı əlaqələndirir. Niyə deyirlər ki, gürcü səs olduqda ağzı açıq saxlamaq lazımdır ki, qulağa çox təzyiq düşməsin. Çünki o eşitmə borusu ilə ağzımız da əlaqəlidir. Bir orta qulaqda 3 eşitmə sümüyü var. Tamamilə doğrudur. Çəkic, zindan, üzəngi. Eşitmə orqanı 3 şöbədən ibarətdir. Bəli, xarici qulaq, orta qulaq və daxili qulaq. Eşitmə reseptorları yarım dairəvi kanallarda yerləşir. Yanlışdır. Hər qulaqda 3 dənə yarım dairəvi kanal var və bunlar eşitmədə deyil, müvazinətdə rol oynayırlar. Eşitmə reseptorları korte üzvü ilbizdə yerləşir. Eşitmə qabiliyyəti əlbəttə ki, çox güclü səsdən pozula bilər. İnsanın qulağının eşidə biləcəyi desibeldən əgər bu yuxarı qalxır, məsələn 65 desibeldən yuxarıdırsa, artıq bu birbaşa belə deyək də qulağa zərər verməyə başlayır. İnsanda gözün köməkçi strukturudur. Yenə göz yaşı vəzisi. Bir anlıq gözünüzün qupquru olduğunu təsəvvür edin. Artıq siz burada gözünüzü bağlayıb açıqda belə acı hiss edəcəksiniz. Yəni göz qapaqları ilə də. Yəni göz yaşı vəzisi çox önəmlidir burada. Baxaq indi 25-ə. İnsan gözünə adi gözlə baxdıqda görmək mümkün deyil. Üçüncü göz qapağı rudimentini görə bilərsiniz. Baxın, gözünüzün dip hissəsində, burnunuza yaxın hissədəki o qırmızılıq üçüncü göz qapağının rudimentidir. Güzehli qişanı baxıb görə bilirsiniz. Gözünüzün rəngli olan hissəsi güzehli qişadır. Bəbəyi zaten güzehli qişanın o rəngin ortasında görə bilirik. Ağlı qişa gözümüzün ağ olan hissəsi, torlu qişa isə dibdə yerləşdiyinə görə, yəni belə izah edeyim də, biraz dərində yerləşdiyinə görə onu görmək mümkün olunur. Davam edək indi 26-ya. Anadan gəlmə yaxından görmə və anadan gəlmə uzaqdan görmə qüsurunun səbəbi. Baxın, yaxından görmə, yaxını görə bilmək deməkdir. Yaxını görə bilməmək deyil. Əvvəla burada razılaşaq. Yaxından görmə, yaxını görür, uzağı isə görə bilmir. Çoxumuzda var. Mən uzağı görə bilmirəmsə, demək ki, mənim göz almam uzunsovdur. Anadan gəlmə. Sonradan qazanılı soruşsaydı, baxın, uzunsov göz alması, nəyinsə uzun, daha böyük olması və yaxud sonradan qazanılmaq səbəbini soruşsaydı, büllurun qabarıqlığının artması deyərdiniz. İndi anadan gəlmə deyir deyə büllurun qabarıqlığının artması götürmürəm. Biz bunu sonradan qazanırıq. Göz almasının qısa olması da deyil, xeyr, uzunsov olmasıdır deyə variantı. Anadan gəlmə, uzaqdan görmə səbəbiniz, uzaqdan görmə qüsurunun səbəbi isə göz almasının qısa olmasıdır. 26D, 27C. İnsan orqanizmi üçün səhv mülahizə. Bir orta qulaqda 3 eşitmə sümüyü var. Bunu dedik. Çəkic, zindan, üzəngi doğrudur. Təbil pərdəsinin və yarım dairəvi kanalların sayı eynidir. Elə səhv budur. Hər qulaqda bir dənə olmaqla ümumi 2 dənə təbil pərdəsi var. Yarım dairəvi kanalı isə hər qulaqda 3 dənədir, ümumi 6 ədəd. Qalanları düzdür. Yarım dairəvi kanallar müvazinətə aiddir. Vestibulyar, yəni müvazinət aparatımız daxili qulaqdadır. Eşitmə reseptorlarımız da ilbizdədir. Uzaqdan görmə zamanı, yaxından görmə zamanı əşyanın xəyalı alınır. Əslində əşyanın xəyalı alınmalıdır. Torlu qişada tərsinə formada. Elə deyilmi? Amma uzaqdan görmənin görə bilməməsinin səbəbi məhz xəyalın torlu qişadan arxada alınmasıdır. Mən həmişə deyirəm ki, uzaqda, torlu qişadan uzaqda, arxada alınır. Yaxından görmə isə yaxında, torlu qişanın önündə alınır. Cavab olacaq burada A variantı. İnsan üçün səhv mülahizə. Eşitmə reseptorları həm yarım dairəvi kanallarda, həm də kisəciklərdə yerləşir. Elə səhv budur. Eşitmə reseptorları deyil bu. Müvazinət reseptorları yerləşə bilər burada. Digər cavabları da təhlil eləyəcəm. İndi qaranlıq qalmasın deyə bəlkə kimsə cavab olaraq onlardan birini götürüb. Baxaq.
Baxın, B-də deyir ki, vestibulyar aparat daxili qulaqda yerləşir, düzdür. Bir orta qulaqda 3 eşitmə sümüyü var, bu da düzdür, bildiyimiz şeylərdir. Yarımdairəvi kanal müvazinət orqanıdır. Hə, bunları demişik, müvazinət orqanına aiddirlər. Daxili qulağın iltihabı zamanı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər zədələnərsə, müvazinətə aid orqanlar zədələndiyi üçün müvazinət hissiyatı pozulacaqdır. İnsanda qulağın iltihabı zamanı oval pəncərə zədələnərsə, bu oval pəncərə eşitmə ilə əlaqədar olduğuna görə eşitmə zədələnəcəkdir. Bax, qulağımızda müvazinət orqanı yerləşir deyə onu qarışdırmamalıyıq. Müvazinət orqanımıza aid bir orqandırsa, bu müvazinət hissimizin zəifləməsinə, problemə səbəb olacaq. Eşitmə ilə əlaqədardırsa, eşitməyə. İndi 34-də baxaq. Hansı halda həkim xəstəyə qabarıq linzalı eynəklərdən istifadə etməyi məsləhət görür? Bu suala belə gedin. Bax, qabarıq linza lazımdırsa, demək ki, büllurun qabarıqlığı zəifləyib. Başqa sözlə, bunun digər anadan gəlmə səbəbi göz almasının qısa olmasıdır da, qısa. Bunlar hansı xəstəlikdə idi? Yaxından görmədə, yoxsa uzaqdan görmədə? Büllurun qabarıqlığının azalmasına biz uzaqdan görmə deyirik. Uzaqdan görmə. Uzaqdan görmə zamanı xəyal harda alındı? Torlu qişadan, arxada. Cavab olacaq D variantı. 35-ə baxıram. İnsanda müvazinət orqanının elementlərinə aid deyil. İlbiz, çünki ilbizdə eşitmə reseptorlarımız yerləşir. Hansı halda həkim xəstəyə çökük linzaları olan eynəkdən istifadə etməyi məsləhət görür? Burada da eyni qayda ilə gedirik. Çökük linza taxırsa, demək ki, bunun büllurunun qabarıqlığı artmışdır. Büllurun qabarıqlığının artması isə yaxından görmədədir. Yaxından görmədə əşyanın xəyalı torlu qişadan öndə alınır. Yəni, heç gedib torlu qişaya çatmır. 37-yə baxıram. Əgər əşyaların xəyalı torlu qişadan öndə alınırsa, yenə buna biz yaxından görmə deyəcəyik. Yaxından görmədə büllurun qabarıqlığı artır və yaxud da göz alması uzunsov olur. Bu zamanda çökük linzadan istifadə etmək lazımdır. C variantı. Baxırıq 38-ci suala. İnsanın bədəninə cazibə qüvvəsi təsir etməzsə, ilk növbədə müvazinət hissiyatı pozulacaq. Ümumiyyətlə, çəkisizlik şəraitində vestibulyar aparat fəaliyyət göstərmir və insan səmti bu zaman gözləri vasitəsilə təyin edir. Müvazinət və əzələ hissiyatı zəifləyər. Angina törədiciləri orta qulağa hansı ilə bilavasitə keçərək iltihab törədə bilər? Orta qulağın bax, biz bayaq dedik axı, burunudlağımızla orta qulağımız eşitmə borusu vasitəsilə əlaqəlidir. Həmin eşitmə borusu vasitəsilə burunudlaqdan orta qulağa gedib xəstəlik də törədə bilərlər. Buna görədir ki, bəzən xəstələndikdə bu qulağımızın da iltihablanmasına səbəb olur. Bir dəqiqə. İnsanda təbil pərdəsinin titrəməsi bilavasitə nəyə səbəb olur? Təbil pərdəsinə eşitmə sümükləri var da tam yanında. Təbil pərdəsi titrəyir səs vasitəsilə. Bu da eşitmə sümüklərimizi titrədir, səs güclənir və ötürülür qulağımızın digər daxili şöbələrinə doğru. 41-ci suala baxaq. Səs siqnallarının ötürülməsində iştirak etməyəcək. Baxaq variantlara. Xarici qulaq keçəcəyi. Ümumiyyətlə, qulağımıza səs daxil olur xarici qulaq keçəcəyindən. Səs dalğasını qəbul edən elə xarici qulaq keçəcəyi, qulaq seyvanı, sonra da xarici qulaq keçəcəyidir. Və gəlin bu varianta çıxaq. Eşitmə borusudur cavab. Çünki eşitmə borusu burunudlaqla qulağı əlaqələndirir. Yəni, burada eşitmə, səs siqnalı burunudlağımıza ötürülməyəcək ki, məntiqlə cavab budur. Təbil pərdəsi əlbəttə ki, rol oynayır. Təbil pərdəsi titrəyir, ötürür bunu orta qulağa. Oval pəncərədə həmçinin rol oynayır. Səs dalğaları oval pəncərə vasitəsilə ilbizin içərisində yerləşən eşitmə reseptorlarına çatdırılır. Həmçinin sümüklər də
səsi gücləndirən sümüklərdir. Səs siqnallarının ötürülməsində iştirak etməyəcək dairəvi kisəcik, çünki müvazinət orqanımızdır. İnsanda eşitmə analizatorunun refleks qövsü hansından bilavasitə keçmir? Gəlin bir baxaq. Refleks qövsündən söhbət gedirsə, siz səs dalğasının gəldiyi cavabı burada götürə bilməzsiniz. Bu görməmizə də aiddir, eşitməmizə də. İnsan gözü və qulağı vasitəsilə dalğa halında qıcıq qəbul edir. Gözümüzün ta torluq inşasına çatana qədər işıq gəlir. İşıq gəlib reseptora oyanandan sonra refleks qövsü başlayır. Yəni tam gözümüzün bu buynuz inşasından reseptor yoxdur ki, yəni tam gözümüzün önündən başlamır refleks qövsü. Qulağımız da həmçinin səs dalğa halında gəlir, içəridə ilbizdəki reseptorları qıcıqlandırır, sonra refleks qövsü başlayır. İndi refleks qövsünün başlanması üçün reseptor lazımdır bizə. Eşitmə siniri lazımdır və mərkəzi hissə, yəni gicgah payı lazımdır. Gicgah payı, eşitmə siniri, reseptorlar zaten ilbizdə yerləşir və qoxudan başqa bizim bütün duyğu, belə deyək də, orqanlarımızdan gələn impulslar ara beyindən keçir. Yəni mütləq ki, eşitmə də keçəcək. Təbil pərdəsi isə səsi gətirir. Aydındırmı? Siniri hələ ki keçməyib, eşitmə sinirinə çevrilməyib bu. Təbil pərdəsindən səs gəlir. Aydındırmı? Cavab olacaq C variantı. 44-də baxırıq. Eşitmə və görmə nahiyələri harda yerləşir? Eşitmə gicgahdadır, görmə ənsədə. Görmə və dəri əzələ hissiyatını soruşur. Görmə ənsədədir, dəri əzələ isə təpədə yerləşir. 46-cı suala baxıram. İnsan bir otaqdan digər otağa keçən kimi göz bəbəkləri daralıb. Bunun gözə düşən işıq şüalarının miqdarını tənzimləyən məhz bəbəkdir. Gür işıqda bəbək daralır, zəif işıqda isə genəlir. Əgər daralıbsa, demək ki, burada gür işıq var. Qaranlıqdan işıqlı otağa keçmişdir. Y variantı. Genişlənibsə, demək ki, burada zəif işıq var. İşıqlı otaqdan qaranlıq otağa keçmişdir. B variantı. 48-ə baxıram. İnsanda hansı struktur olmasa orta qulaqda təbil pərdəsinin hər iki tərəfindəki havanın təzyiqi bərabərləşməz. Bunu tənzimləyən eşitmə borusudur. Deməli, bu ümumiyyətlə bayaq dedim, bir üstündən keçirəm. Orta qulaq boşluğu burun udlaqla bu eşitmə borusu vasitəsilə əlaqələnib və buradan keçən hava təbil pərdəsinin hər iki tərəfindəki havanın təzyiqini bərabərləşdirir. Təzyiq bərabər olmalıdır. Bu təzyiqlər arasında fərq olsa, bu artıq təbil pərdəsinin cırılmasına səbəb olacaqdır. Göstərilənlərdən hansı təbil pərdəsindən aldığı titrəyişləri gücləndirir və onları pəncərəyə ötürür? Titrəyişləri gücləndirən sümüklərimizdir. Çəkic, zindan, üzəngi. Orta qulaqdakı təzyiqin xarici mühit təzyiqinə bərabər olmasını təmin edən, indi dediyim kimi, eşitmə borusudur. Deməli, davam edək 51-ci sualdan. İnsanın duyğu orqanlarından hansının işi bilavasitə yer kürəsinin cazibə qüvvəsindən asılıdır? Çəkisizlik şəraitində vestibulyar aparat fəaliyyət göstərmir. Buna görə də cazibə qüvvəsindən asılı olan məhz müvazinətdir. 52-ci suala baxıram. İnsanın ağız boşluğunda olmur. Baxın, soyuğu duyan reseptorlar, istini duyan reseptorlar. Ən asan variantları gəlin çıxaq. Soyuğu da, istini də, yemək istidir, soyuqdur. Bunu ağzımızda hiss edə bilirik. Qoxunu qəbul edin. Deməli, videonu dayandırmalı oldum. Davam edək. İnsanın duyğu orqanlarından hansının işi bilavasitə yer kürəsinin cazibə... Yox, bunu demişdik. İnsanın ağız boşluğunda olmur. Soyuğunu və istini duyan reseptorlar dedik olur da. Yemək istidə olanda hiss edirik, soyuqda olanda hiss edirik. Təzyiqi də, mexaniki təsiri də duya bilirik. Biz ağız boşluğumuzda hiss edə bilmərik qoxunu. Qoxu reseptorları yerləşir bizim burnumuzda. Cavab olacaq B variantı. Amma biz yeməyin dadı deyəndə həm
Qoxu reseptorlarımızdan aldığımız hissi qəbul edirik. Yəni qoxu da yeməyin dadı dedikdə nəzərdə tutulur. İndi baxaq 53-ə insanın daxili qulağının birində yarım dairəvi kanalların sayını n qəbul etsək, onun bir orta qulağındakı eşitmə sümüklərinin sayı neçə olar? Elə n-ə bərabər olar. Çünki bir qulağımızda 3 dənə yarım dairəvi kanal var. 3 dənə də eşitmə sümüyü var. Cavab n-ə bərabər olacaq. Eşitmə sümükləri n-dirsə, yəni 3-ə bərabərdirsə, hər iki qulağındakı yarım dairəvi kanal 6-dır. Bu da 2n deməkdir. Y variantı. Baxaq 55-ci suala. Həkim xəstənin gözünü müayinə edərək kol bacıqlarının fəaliyyətinin pozulmasını və bunun irsi xarakter daşıdığını söylədi. Həkim gözün hansı xəstəliyini aşkar etdi? Kol bacıqların fəaliyyətinin pozulması rəng pozğunluğudur. Yəni rəngləri görə bilməmək, bayaq izah etdiyim kimi qırmızı və yaşıl rəngi. Bu daltonizm adlanır, irsi xəstəlikdir. X resessiv xəstəlikdir. X xromosomu ilə ötürülən resessiv xəstəlikdir. Aşağıdakı qrafikdə bir insanın müxtəlif işıqlanma şəraitində olarkən göz bəpəklərinin diametrinin dəyişilməsi əks olunmuşdur. Buna əsasən işıqlanma miqdarına əsasən azdan çoxa doğru düzməyimizi istəyir. Göz bəbəkləri əgər burada diametri azdırsa, yəni daralıbdırsa, bu gur işıq deməkdir. Bu isə zəif işıq deməkdir. Azdan çoxa deyirsə, zəifdən o tərəfə 4, 2, 1, 3 şəklində düzməliyəm. Cavab olacaq burada A variantı. 57-ci suala baxıram. İnsanın göz almasının müxtəlif hissələri və onlar çöpcüklər görmə reseptorlarıdır. Kolbacıqlar görmə reseptorlarıdır. Tamamilə doğrudur. Çöpcüklər və kolbacıqlar görmə reseptorlarıdır. Güzeyli qişada işıq şüalarının miqdarı tənzimlənir. Bəli, güzeyli qişada pigmentlər var. Bu gözün əslində rəngini təmin edir. Həmçinin burada yerləşən bəbəkdə deməli işığın miqdarı tənzimlənir. Gur işıqdan daralır və parlaq işıqdan da gur işıqdan daralır, zəif işıqdan isə genəlir. Buynuz qişə işıq şüalarını sərbəst buraxmır. Yanlışdır. Nə dedik? Dedik ki, buynuz qişə sanki gözümüzün qapısıdır. İşıq gəlir, buradan daxil olur. Ağlı qişanın öndən davamıdır. Yəni ən öndə olan hissədir və işıq buradan daxil olur. Billurun işi də işıq şüalarını fokuslaşdırmaqdır. Tamamilə doğrudur. Baxıram 58-ci suala və məndən burada yenə doğru olanı istəyir. İnsan orqanizmi üçün doğrudur. Anadan gəlmə, yaxından görməyə səbəb göz almasının qısa olmasıdır. Xeyr, uzun olmasıdır. Göz alması uzunsov olur. Kolbacıqlar toran işıqdan qıcıqlanır. Yanlışdır. Kolbacıqlar parlaq işıqda və rənglərin seçilməsində rol oynayır. C-də deyir, çöpcüklər parlaq işıqdan qıcıqlanır. Bu da yanlışdır. Çöpcüklər dedik axı qaranlıqda görməni təmin edir. Toran, yəni zəif işıqda qıcıqlanır və ağ-qara görüntünü təmin edir. Bəbəyin daralması reflektor olaraq tənzimlənir. Bu doğrudur. Yəni şərtsiz bir refleksdir demək. Bəbək refleksi orta beyin tərəfindən idarə olunur və iradəmizdən xarici olduğuna görə buna reflektor tənzimlənir deyirik. Öz-özünə kim gözünün göz bəbəyini daraldır genəlliklə. Burada saya əzələlər var. Özü-öz işini görür. Gözə rəng verən pigmentlər buynuz qişada yerləşir. Səhvdir, güzeyli qişada yerləşir deməli idi. Baxaq 59-a. Səs dalğalarının insanın eşitmə orqanında keçmə ardıcıllığını istəyir. Əvvəlcə səs daxil olacaq xarici qulağa, yəni burada xarici qulaq seyvanından sonra xarici qulaq keçəcəkdir. Birinci gələcək 7. Orta qulağa daxil olacaq təbil pərdəsi vasitəsilə. Təbil pərdəsi xarici qulaqla orta qulaq arasında yerləşir. Təbil pərdəsindən keçdi, eşitmə sümüklərini titrətdi. 7, 5, 6. Və eşitmə sümüklərindən sonra da daxil olmalıdır daxili qulağa. Eşitmə borusuna çıxıram. Eşitmə borusuna keçməyəcək. Bunu yazdıq, bunu yazdıq, bunu yazdıq. Aha. İndi oval pəncərədən də daxil olacaq daxili qulağa.
bu oval pəncərə vasitəsilə daxili qulağa daxil olacaq və ilbizə gəlib oradakı reseptorları qıcıqlandıracaq. Dairəvi pəncərə deməsi yanlışdır. B variantı. 60-a baxırıq. Çökük linzalı eynək taxan adam eynəyini çıxartsa, onun gözündəki əşyanın, onun gözündə uzaqdakı əşyaların xəyalı alınmalıdır. Çökük linzalı taxırsa, demək ki, bunun və büllurunun qabarıqlığı artıb. Başqa sözlə göz alması uzunsovdur. Bu da yaxından görmə deməkdir, yəni uzağı görə bilməmək deməkdir. Yaxından görmədə isə yaxından görmə. Əşyanın xəyalı torluq inşadan öndə alınır. Yəni mən niyə əzbərdə deyə bilərəm? Sadəcə tam tapılma yolunu yadda saxlaya biləcəyiniz şəkildə deyirəm. Bu da bunun əksidir. Bayaqki sualın əksi. Qabarıq linzalı eynək taxırsa, demək ki, bunda büllurun qabarıqlığı zəifləyib və yaxud da qısa bir göz alması var. Demək ki, bu nə etməlidir? Qısa göz alması var, büllurun qabarıqlığı zəifləyibsə, bu uzaqdan görmədir. Uzağı görür, yaxını yaxşı görmür. Uzaqdan görmədirsə, xəyal torluq işanın arxasında alınacaq. İnsanda eşitmə sinirinin fəaliyyəti pozularsa ilk növbədə, bəli, biz dedik ki, analizatorun hər hansısa bir işinin hissəsinin pozulması analizatorun ümumilikdə işinin pozulmasına səbəb olur. Amma ilk növbədə deyirsə, əlbəttə ki, birinci, ikinci hissəsinin işi pozulacaq. A variantı. İnsanda torluq inşanın işi pozularsa, torluq inşada görmə reseptorlarımızın olduğu hissədir. Yəni, görmə analizatorumuza aiddir. Demək ki, burada görmə analizatorunun birinci hissəsinin işi pozulacaq. Düzgün fikirləri müəyyən edin. Burada bir dənə ağac şəkli verilib. Burada torluq inşanı göstərib, burada görmə sinirini göstərib, burada da mərkəzi göstərib. Cavablar da nə ilə əlaqəlidir? Əşyanın xəyalının alınmasını soruşur. Deyirsiniz ki, əşyanın xəyalı burada bir yazılan hissədə tərsinə alınır. İndi ağac deyil, belə alınmalıdır xəyal torluq inşada. Bu gedir ənsə payında düzəlir. Doğru dildə başa salıram. Burada tərs, burada isə nəhayətində düz alınır. 2 də görmə sinirimizdir. Gəlin baxaq bir-bir deyilənlərə. Əşyanın xəyalı bir rəqəmi ilə göstərilən hissədə tərsinə formada alınır. Doğrudur. Əşyanın xəyalı yarımkürələr qabığının 3 rəqəmi ilə göstərilən hissəsində, yəni ənsədə düzünə formada qavranılır. Əla, düzgündür. Baxırıq 3-ə. 2 rəqəmi ilə göstərilən hissə sarı ləkədən başlanğıc götürür. 2 rəqəmi ilə göstərilən hissə görmə siniridir. Görmə siniri də sarı ləkədən yox, kör ləkədən başlanğıc alır. Əşyanın xəyalı bir rəqəmi ilə göstərilən hissədə düzünə formada alınır. Xeyr, bir də tərs alınır. 5-də deyir, 2 rəqəmi ilə göstərilən hissə ilə ötürülən impulslar ara beyindən keçir. Tamamilə doğrudur. Qoxudan başqa bütün duyğu sinirləri keçir ara beyindən. 1, 2 və 5 doğru cavabdır. 65-ci suala baxıram. İnsanda işıq torluq işığa düşdükdə aşağıdakılardan hansı daha gec baş verir? Baxaq bir dənə D və Y variantına. Kolbacıqların oyanması və çöpcüklərin oyanması. Bunlar tez baş verəcək. Çünki reseptorlar oyanacaq. Çöpcüklər, kolbacıqlar oyandı. Və reseptorlar oyandığı üçün, bax, analizatorun hissələrini yazıram. Reseptor, sinir, mərkəz. Reseptorlar oyandığı üçün torluq işa neyronları oyandı. Sinir impulsları görmə siniri vasitəsilə ötürüldü. Birinci hissə və ikinci hissə. Ən sonda isə mərkəzə, belə deyək də, ənsə payına məlumat getdikdən sonra o hərəki neyron vasitəsilə işçi orqana impuls göndərəcək və bəbək daralacaq. Yəni, ən son bəbəyin daralması, işçi orqanda olan proses baş verəcək. İnsanın refleks qövsünün sxemində hansı mərhələ aşağıda verilənlərin heç bir hissəsinə uyğun deyil? Baxaq, refleks qövsünün hissələri sinir sistemində izah etmişdik. Birinci hissə reseptordur. İkinci hissə hissi yoldur. Üçüncü hissə mərkəzi sinir sistemidir. Dördüncü hissə hərəki yoldur. Beşinci hissə isə işçi orqandır.
Necə yadda saxlayırdıq bunu? Əlimizi vurduq bir isti əşyaya, reseptorlarımız oyandı, hissi yol vasitəsilə mərkəzə məlumat getdi ki, əlini çək. Hərəki yol vasitəsilə işçi orqana, yəni əlimizə impuls gəldi və biz əlimizi çəkdik. Pavlova görə analizatorun hissələri: birinci hissə periferik hissədir, bura reseptora aiddir. İkinci hissə nəql edici hissə, yəni bura sinirə aiddir. Hissi yola uyğun gəlir bu. Üçüncü hissə isə mərkəzi sinir sistemidir. Mərkəzi sinir sistemidir. Burada isə Seçenovla əlaqəli olanları yazmalıyıq. Seçenovun baş beyin reflekslərinin hissələrini. Bunda birinci hissə xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanmadır, yəni yenə reseptor. İkinci hissə beyində gedən oyanma və tormozlanmadır. Demək, bura mərkəzi sinir sistemi olmalıdır. Üçüncü hissə insanın hərəkətləri və fəaliyyəti, davranışdır, yəni işçi orqan. İndi gördüyünüz kimi reseptor burada var. Reseptora çıxıram. Hissi yol var. Mərkəzi sinir sistemi var. İşçi orqan da var. Hərəki yol isə nə Pavlovun, nə Seçenovun hissələrində yoxdur. Ona görə cavab olacaq D variantı. 67-ci suala baxıram. İnsan orqanizmində birləşərək analizator əmələ gələ bilər. Görürəm ki, burada ilbiz var. Eşitmə siniri var, gicgah payı var. Reseptor ilbiz, nəql edici hissə eşitmə siniri, mərkəzdəki gicgah payı 1, 3, 4. İnsan orqanizmində birləşərək analizator əmələ gətirə bilər. Yenə görmə ilə bağlı torluq inşadakı reseptorlar, görmə siniri vəənsə payı. Yenə 1, 3, 4. 69-a baxıram. Doğru kəsişmələri müəyyən edin. İnsanda toyuq korluğu çöpcüklərin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir və bu zaman toran işıqda görmə qabiliyyəti pozulur. Görürəm 2 düzdür, elə 1 də düzdür. Görmə analizatorunun ikinci hissəsinin pozulması nəticəsində baş vermir. Reseptorlarla əlaqəlidirsə, bu birinci hissə deməkdir. A vitamininin normadan artıq olması deyil, A vitamininin az olması zamanı baş verir. Cavab götürdük 1, 2. 70-ci suala da baxaq. İnsan orqanizmi üçün düzgün olanları seçin. Təbil pərdəsi xarici qulaqla orta qulaq arasında yerləşir. Yevstaxi borusu, eşitmə borusu orta qulaqda yerləşir. Çəkic sümüyü, çəkic zindan, üzəngi hər biri orta qulaqda yerləşir. Qalanlar daxili qulaqda ola bilər. Oval dairəvi kisəcik və ilbiz. 71-ə baxıram. Şəklə əsasən insanın dili üçün hansı doğru deyil? Ən öndə olan hissə, bax birinci mən yazım, bura şirindir. Ən kök hissəsi, bax burası acıdır. İkinci hissələri, bax bu yanları turşdur. Ağzımıza turş bir şey qoyanda biraz bu yan hissələr olur da. Bura isə duzdur. Görək necə deyib. 3-ü səhv deyib, 1-i düz deyib, 2-ni səhv deyib, 4-ü düz deyib. Səhv olanları istəyirsə 2 və 3 götürürəm. 72-yə baxıram. Heç nə görünmür. Görmə orqanında əşyanın xəyalının fokuslaşması göstərilmişdir. Bu şəkillə əlaqədar hansı fikirlər doğrudur? Bir dəqiqə mən bunu açım. Aha, şəkil necədir? Gözü verib belə. Burada insandır. Belə çəkəcəm. Gəlir buradan. Belə xəyalının alınmasını göstərir. Bura X deyirik. Gəlib burada adamı tərsinə çəkəcəm indi belə. Belə verib. Bu da Y. Belə. Baxaq görək nədir bu. Və bunu görürsünüz, torluq inşada çəkməyin. Bax, biraz arxa hissədədir. Elə bilərsiniz, şəkli mən səhv çəkdim. Arxadadır. Yəqin ki, qabağınızda toplu da var. Baxa bilərsiniz. Əgər yaxındakı əşyanın xəyalı Y nöqtəsində alınarsa, onda bu gözün uzaqdan görmə qüsurudur. Əşyanın xəyalı torluq inşadan arxada alınıb. Bəli, bu uzaqdan görmə qüsurudur. Plus qoyuruq. Nəsə, ekran donub. Bir dəqiqə. Bu doğrudur. Torluq inşaatdan arxada alındığı üçün bunu uzaqdan görmə qüsuru deyirik. Uzaqdakı əşyanın xəyalının X nöqtəsində alınması, göz almasının anadan gəlmə uzunsol olması ilə əlaqədar ola bilər.
Torluq inşadan öndə alınır. Yaxından görmədir. Yaxından görməyə səbəb də bəli, göz almasının uzunsov olmasıdır. 2 də doğrudur. 3-ə baxıram. Əgər yaxındakı əşyanın xəyalı Y nöqtəsində alınarsa, onda bu cür görmə qüsuru səpici linzalı eynək ilə düzələ bilər. Y nöqtəsində alınırsa, uzaqdan görmədir. Y nöqtəsində alınırsa, bu uzaqdan görmədir. Uzaqdan görmə zamanı, yəni uzağı yaxşı görür, yaxını zəif görür. Buna səbəb göz almasının qısa olması və ya billurun qabarıqlığının zəifləməsidir. Buna da qabarıq linza lazımdır. Bunu da çıxırıq. Sonra yəni yaxından görmə zamanı istifadə olunmalıdır da, səpici linza. Uzaqdan görmə zamanı yox, bu da səhvdir. 4-ə baxıram. Əgər yaxındakı əşyanın xəyalı Y nöqtəsində alınarsa, yəni uzaqdan görmə olarsa, billurun qabarıqlığının zəifləməsi ilə əlaqədardır. Doğrudur. Uzaqdan görmə billurun qabarıqlığının zəifləməsi ilə əlaqədardır. Sonradan qazanılan səbəbidir. Son 5 sualımız. Şəklə əsasən düzgün mülahizələri müəyyən edin. Bir şəklin üzərində işarə edək. Bizə göz almasının hansı hissələrini verir? 1. Burada buynuz qişadır. Ağlı qişanın ön tərəfdən davamıdır. 5 ağlı qişadır. Bax, bura. Şəklini gəlin rəngləri ilə verim. Bax, bura ağlı qişadır. Aha. Ağlı qişanın ön tərəfdən davamı da göstərdiyim kimi buynuz qişadır. 4 şüşəyə bənzər cisimdir. Qeyd edək üstündə. Şüşəyə bənzər cisim. 5 dediyimiz kimi ağlı qişa, 1 buynuz qişa, 2 büllurdur, 3 bəbəkdir. Bu bəbəkdir, bu büllurdur. Sonra 6 görmə siniridir. Sonra baxaq indi bir cavablara. 1-ə baxaq. Deyir ki, 6 əşyanın xəyalı burada alındıqda biz onları görürük. Baxın, görmə sinirine çıxdığı hissə bayaq dediyimiz kimi kor ləkədir. Kor ləkədə reseptorlar olmur. Yəni əşyanın xəyalı burada alındıqda biz onu görmürük olmalıydı. Bir yanlış cavabdır. 2-yə baxıram. Buynuz qişa bu qişanın davamıdır. Tamamilə doğrudur. 5 dənə verib bizə ağlı qişa. Ağlı qişa buynuz qişanın davamıdır. Birincidə deyir ki, pigmentlər yerləşir. Yanlışdır. Pigmentlər güzehli qişadadır. Bəbəyin olduğu hissədə. 7-ci, bu qişada görmə reseptorları olur. Torlu qişada bəli görmə reseptorları olur. Bura torlu qişadır da. Sonra baxıram 5-ə. İşıq şüalarının miqdarını tənzimləyir 4. Şüşəyə bənzər cisim yox, yanlışdır. Bəbək olmalıydı bu. İkinci gözün optik hissəsidir. Bəli, billur gözün optik hissəsidir. 7. Üçüncü bu qişada əşyanın xəyalı tərsinə alınır. Xeyr, əşyanın xəyalı tərsinə torlu qişada alınır. Düzgün cavablar 2-dir, 4-dür, 6-dır. Yazaq burada. 2, 4 və 6. Baxıram 74-cü suala. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Pavlova görə və Sechenova görə olanları. Pavlovda reseptordur, hissi yoldur, mərkəzdir. Sechenova görə isə reseptordur, mərkəzi sinir sistemidir, işçi orqandır. Reseptor hər ikisindədir. A-nı ortaq yazacağım. Hissi yol Pavlovdadır. B-ni bura yazacağım. Mərkəzi sinir sistemi ortaqdır. Hərəki yol heç birində yoxdur. İşçi orqanda Sechenovdadır. 1-də B, 2-də A, C, 2-də daha doğrusu Y, 3-də isə A, C olmalıdır.
Baxaq 75-ə. İnsan orqanizmi üçün uyğunluğu müəyyən edin. Pavlova görə analizatorun hissələri reseptor, hissi yol, mərkəzi sinir sistemi, refleks qövsünün mərhələləri də eyni bunun kimidir. Yəni refleks qövsünün ilk 3 hissəsi Pavlova görə analizatorun hissələrinə uyğun gəlir. İşçi orqan. 76-ya baxıram. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. İnsanın göz almasının ən daxili qişasıdır torlu qişa. Bu qişada görmə reseptorları yerləşir. Toran işığın reseptorları çöpcüklərdir. Çöpcüklər toran işığı reseptorları olub qaranlıqda görməni təmin edir. Görmə sinirinin çıxdığı yerdə görmə reseptorları olmur və bura kor ləkə adlanır. Cavab oldu 2, 3 və 6. 77-yə baxıram. İnsanda gözün torlu qişasının mərkəzinə düşənə qədər işıq şüasının sadalanlardan keçmə ardıcıllığını təyin edin. Gözün daxil olduğu hissə, qapı, buynuz qişadır. Bəbək burada işıq şüalarının miqdarını tənzimlədi, keçdi büllura. Büllur fokuslaşdırdı, şüşəyə bənzər cisimdə sındı, gəldi sarı ləkəyə. 2, 3, 1, 4, 5. Sonra baxıram 78-ə. Səs dalğalarının keçdiyi yolu yalnız səs dalğaları niyə vurğulayır? Bizdən o tərəfəsini deməyək deyə. Baxın, qulaq seyvanından daxil oldu xarici qulaq keçəcəyinə. Təbil pərdəsi ilə daxil oldu orta qulağa, eşitmə sümüklərini titrətdi. Oval pəncərə vasitəsilə daxil oldu daxili qulağa. Ardıcıllıq olacaq 3, 2, 5, 1, 4. Və salam, bu ilk hissəsini izah idi. Digər hissəsini də mütləq yükləyəcəm. Ali sinir fəaliyyəti ilə əlaqəli olan hissəsini, hansı ki, burada maraqlı yuxu məsələləri var. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Videonu bəyənməyi, rəy yazmağı, yoldaşlarınızla bölüşməyi unutmayın ki, onlar üçün də faydalı olsun. Kanalı da izləməyə alın, abunə olun ki, yeni yüklənən videolardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.